Bilirsiniz, hörmətli Pənah bəy, bu hadisə ilə bağlı informasiyanın kasadlığından danışanda bir mühüm məqama diqqət yetirmək lazımdır ki, bu istintaqı hansı qurum həyata keçirir? İstintaqı həyata keçirən qurum Dövlət Təhlükəsizlik Xidmətidir. Bu adın özü onu göstərir ki, bu Təhlükəsizlik Xidmətinin profilinə... İstintaq baş prokurorluğu yox, bu profilinə görə, bilirsiniz də, müəyyən mənada konspirasiya və s. məsələlər olmalıdır. Amma baş prokurorluğun nəzarət altında gedir, nəzarət. Əməliyyatçı deyil ki. Yox, xüsusilə də mənə elə gəlir ki, burada müəyyən mənada informasiya hazırlığına bağlıdır ki, bu təkcə iqtisadi cinayət elementlərinin özündə etfa etsəydi. Bu bir reallıqdır və bununla bağlı bir çoxsaylı informasiya ala bilərdik. Görünür ki, burada dövlət təhlükəsizlik məsələləri və s. də həm də var. Bu baxımdan informasiyanı belə sürətlə yaymaq və bu müəyyən mənada indiki reallığı şərtləndirir və bunu da başa düşmək lazımdır. Amma bir həqiqət var ki, mütləq Azərbaycan ictimaiyyəti həmişə olduğu kimi məlumatlandırılacaq. Sadəcə bəzən informasiyanın vaxtında verilməməsi, erkən verilməsi yaratdığı təhdidlər, fəsadlar daha pis olur. Ona görə də hər şeyin zamanı var və o məlumatlar gələcək. O ki, qaldı digər həbslərə, bu sırf istintaqın nəticəsində, yəni istintaqa aparan qurumun, Dövlət Təhlükəsizlik Xidmətinin yayacağı o məlumatın mahiyyətindən və məzmunundan irəli gələrək sizin bu istiqamətli sualınıza cavab vermək olar. Doğrudan da burada dövlət təhlükəsizliyinə bağlı çox ciddi təhdidlər və hətta vəhdətənə, xəyanata qədər maddələr öz əksini tapsa, bu tamamilə başqa reallıqdır, bu halda başqa mənzərədir və hesab edirəm ki, bax burada əməlli başlı həbslər ola bilər. Amma bunlar olmayacağı təqdirdə sırf iqtisadi məsələlərlə bağlı olanda da bir başqa reallıqdır. Ona görə də gəlin tələsib daha kimlər həbs olunula bilər və s. sualları qoyub cavab axtarmayaq. Əsas cavab odur ki, ibtidai istintaq hərəkətlər getməkdədir və mütləq, necə ki, dəfələrlə görmüşük ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat veriblər bu və digər cinayətlə bağlı. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti. Əsas odur ki, bax, istintaqı peşəkarlar aparırlar. Dövlət Təhlükəsizlik Xidməti dəfələrlə deməli, özünün peşəkarlığın və dövlətin təhlükəsizlik maraqlarının keşiyində ən yüksək səviyyədə dayandığını sübut edib. Və ona görə də inanıram ki, bu məsələ ilə də bağlı biz eyni yanaşmanı 2014-dən əvvəl də idi. Yox. Siz elə danışdınız ki, sanki belə bir... Yox, Dövlət Təhlükəsizlik Xidmətinin imicinə bir mənfi zərbə dəydi. Bunu bilirik. Ancaq nəzərə alan ki, bu reallıqlar fonunda yeni bu sahədə komanda formalaşdı və bir mənalı deyim, yəni cəmiyyətdə də belə qəbul olunur. Eldar Mahmudov məsələsi. Orqan fetişizmi yaratmaq olmaz. Yox, mən hər halda dövlətimizin başçısı Cənab İlham Əliyev söyləyir ki, ölkəmizin daxilində heç bir təhdidlər yoxdur dövlətimiz üçün. Amma xaricdən var və bu sərhədlərdən gəlir, ideoloji sahədə bu təhdidlər gəlir və bu baxımdan Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə böyük məsuliyyət düşür və bugünkü reallıqda da hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti öz missiyasını şərəflə yerinə yetirir. Mən üzr istəyirəm, hər halda burada bir, necə deyərlər, fərqli bir hər halda yanaşım lazımdır. İstənilən, məsələn, ölkədə bu istənilən məsələnin xarici təhdid kimi, hətta mənbələr xaricdə olsa da, məncə dəyərləndirmə doğru deyil. Çünki, demək, adətən xarici təhdid həm də daxili ən potensial təhdidləri təşkiləmək və yaxud onları idarə eləmək və yaxud onlardan istifadə eləmək şəklində həyata keçirilir. O baxımdan, məsələn, deyək ki, bu və digər ölkələrin 5-ci kolonunun buradakı fəaliyyətini göstərir. Bu xarici əcaba yalnız təhdiddirmi? Bu bir qədər, yəni, belə demək mümkünsə, bu sintetik bir təhdid kimi meydana çıxır və digər tərəfdən də mən yenə bunu deyim, yəni bugünkü mövzumuza birbaşa aidiyyəti olmasa da, hətta bugün haqqında danışdığımız informasiya demək, hüququnun məhdudlaşdırılmasının verdiyi zədələr dövlətin maraq və mənafelərinə və təhlükəsizliyinə, sosial məsələlərin bu və digər şəkildə doğru düzgün idarə olunmaması ki, bugün yəqin ki, haqqında danışacağıq bu, demək, nəqliyyat məsələləri və s. məsələləri. Bunlar da prinsip etibarilə hal-hazırda, yəni, demək istəyirəm ki, daxili təhdidləri və xarici təhdidləri bir mənalı şəkildə bir-birindən ayırmaq olmaz. Hətta mən yeri gəlmişkən, mən prezidentin də çıxışında hansısa bir şəkildə
ölkədə ümumiyyətlə heç bir daxili təhdid yoxdur sözün doğrusuna birbaşa rast gəlməmişəm. Yəni nəzəri baxımından da, praktik baxımdan da mən hesab edirəm herhalde orada bir qeyd etdiyimiz qeyd-şərtlər deyilməlidir ki, ictimaiyyət arasında bu məsələdə Yəni Azərbaycanın dövlətçiliyinə, Yəni 5-ci kolon, bəzən xarici agentlər, onlarla bağlı həbslər və s. olur. Onlar da təhlükə sayılır deyir Yəni agentin söhbət odur izəsində. ki, Azərbaycanın dövlət quruluşunu dəyişməyə, Azərbaycanın konstitusiyon quruluşunu dəyişməyə, Azərbaycanda Çevriliş vətəndaş həmrəyliyini pozmağa, səfərbər olmuş cəmiyyəti dağıtmağa, çevriliş etməyə, cəhd göstərməyə, yəni elə bir qüvvə, elə bir potensial təhlükə mənbəyi yoxdur. Məsələn, korrupsiya hesab edirəm ki, çox ciddi bir təhdid mənbəyidir. Bəzən elə həddə çatır, elə matştaba gəlib çatır ki, o hətta dövlətin mövcudluğunun özünü təhdid altına Korrupsiya təbii ki, bu bir necə deyirlər, bu bir vəbadır, başa düşürəm, amma təsəvvür edin ki, korrupsiya bir ölkədə çox, başqasının az ola bilər. Amma dünya ölkələri korrupsiyadan yoxdur. Dünyanın elə bir ölkəsi tapın ki, orada korrupsiya ümumiyyətlə yer almayıb. Bu çox çətin Bu kim sualdır. elə deyir ki, yer almayıb? Siz sual dəyişmini nə deyir? İstənilən halda daxili təhdid kimi, məsələn, bu və digər ölkədə Daxili təhdid heç sayılır mı gəlin korrupsiya? Bəy onu bu və söyləyir, digər sual ölkədə, var. o cümlədən Azərbaycanda da məsələn korrupsiya daxili təhdid kimi dövlətin Yəni mövcudluğuna o səviyyədə səbəb deyil ola ki, bilər. mən bayaq dediyim ki, dövlət quruluşunu dəyişsin, konstitusiyon quruluşu dəyişsin, Azərbaycanda o vətəndaş həmrəyliyini pozsun, yəni o səviyyədə deyil. Korrupsiya var və onunla mübarizə də dövlət başçısının əsas prioritet istiqamətidir və bu istiqamətdə bir 6-7 icra başçısı həbs edilib. Nə qədər mərkəzi icra hakimiyyəti deməli vəzifəli şəxsləri vəzifədən uzaqlaşdırır və s. bunlar var.